Salam uşaqlar, işlədiyimiz sınaq testinin izahlarına baxacağıq. Birinci sualla başlayaq. Deməli, bizə verilib AB ədədi üstəgəl A bərabərdir 62 olarsa, A üstəgəl B cəmini tapın. AB ədədinin açılışını bilirik, təklik, onluq. Necə açılır? 10A üstəgəl B üstəgəl A bərabərdir 62-yə. Toplasaq olur 11A üstəgəl B bərabərdir 62-yə. Buradan yazıram, məsələn, 11A bərabərdir 62 çıxılsın B-yə. A-nı da tapsam olacaq 62 çıxılsın B bölünsün 11-ə. İndi B-yə qiymətlər verəcəyik seçmə üsulu ilə. Elə qiymətlər verməliyik ki, 62-dən həmin qiymətləri biz çıxsaq, sonra 11-ə bölünməlidir. Çünki A da B də natural ədədlərdir. Məsələn, B-yə deməli 1 versəz 61 eləyir, bölünmür. 2 versəz 60 11-ə bölünmür. B-nin qiymətlərini bu formada hesablayırıq. 7 versək 62-dən 7-ni çıxsaq 55 eləyir. 55-i 11-ə bölsək, bəli 5 eləyir. Deməli, mən burada B-yə 7 verirəm. A-ya isə 5 alınır. A üstəgəl B cəmi də eləyir 12. İndi burada B-nin yəni maksimum neçəyə qədər yoxlaya bilərdik? A və B-nin maksimum qiyməti 5-dir. Yəni B-nin qiymətlərini yoxlayarkən onsuz da maksimum 9-a qədər gələcəkdik biz. B-nin qiyməti də 7 alınır bu misalda. İkinci suala gəlsək, 2 rəqəmli AB ədədi üçün yenə də AB ədədi bərabərdir 5A üstəgəl 7B-dir. AB ədədinin açılışını qeyd elədik. 10A üstəgəl B bərabərdir 5A üstəgəl 7B-yə. A-ları bir tərəfə keçirsək, 10A çıxılsın 5A bərabərdir 7B çıxılsın B-yə. Buradan alınır 5A bərabərdir 6B-yə. 5 vurulsun 6, 6 vurulsun 5 ola bilər natural ədədlər bölməsində. A 6-dır, B 5-dir. Bu ədədlərin 2 misli onsuz da ödəmir. Fikir verin, məsələn 12 ilə 10 onsuz da ödəmir. Çünki biz dedik ki, əvvəlki misalda da A və B-nin maksimum qiyməti burada onsuz da 9-dur. Deməli, A 6-dır, B 5-dir. Bizdən nə istəyir? AB üstü xətt bunun bir ədəd olduğunu göstərir. AB ədədi üstəgəl AB isə hasildir. Üzərindəki xətt onun ədəd olduğunu göstərir. Yəni 65 üstəgəl 6 vurulsun 5 bərabərdir. 65 üstəgəl 30 olur. O da bərabər cavabımız olur 95. İkinci sualda A variantıdır cavab. Birinci sualda doğru cavabımız C variantı idi. Üçüncü suala gəlsək. Üçüncü sualda n natural ədədini 5-ə böləndə qalıqda 2 eləyir. Hansı natural ədədləri 5-ə böləndə qalıqda 2 eləyir? Məsələn, 2-nin özünü elə 5-ə bölsəm, 2-nin içərisində 5 0 dəfə düşür, yəni tam yoxdur. Qalıq elə 2-nin özü eləyir. Və ya 7-ni götürüb 5-ə bölsəm, bir dəfə düşür, qalıq 2 qalır. Yəni, burada rahat olsun deyə sizə n-i 7 götürəcəm, amma n-i elə 2 də qəbul eləmək olar, eyni cavab alınır. Gətirib ifadədə yerinə yazsaq, n kvadrat üstəgəl 2n üstəgəl 3-ü 5-ə bölsək, qalıq istəyir. Bərabərdir. 7-nin kvadratı üstəgəl 2 vur 7 üstəgəl 3 bölünsün 5. Eləyir 49 üstəgəl 14, bu da 3, 17. Böləcəyik bunu 5-ə. Bərabərdir. Neçə eləyir? 6, 1 yadda. 66-nı böləcəyik 5-ə. Bərabərdir. Deməli, 13 dəfə 5, 65 eləyir. Qalıq da qalır 1. Bizdən də elə qalığı istədiyinə görə cavabımız Y variantı olur. Dördüncü suala gəlsək. Natural ədədlərdirsə A vur B 11 eləyibsə, hansı natural ədədləri vuranda cavab 11 eləyir? 1 vur 11. B vur C də əgər 7 eləyibsə, burada da 1 vur 7. 7 eləyə bilər. Başqa yəni natural ədədlərin hasili bu ədədləri vermir bizə. Deməli, hər ikisində B-nin iştirak elədiyini görürüksə, burada eyni vuruq 1-dir. Deməli, B 1-dir. Burada A-ya 11 qalır. 11 vur 1, 11. Burada da 1 vur 7, 7. A deməli 11 olur. B 1 olur. C 7 olur. Cəmini istəyir bizdən sualda. A üstəyə 5 deyə C cəmini istəyir.
Cavab eləyir 19 A variantı. 5-ci sualda neçə minlik var? Minin yanında 3 sıfır olduğuna görə arxadan 3-ün üstünə xətt çəkirik. Cavab olur 12. 120 ədədinin natural bölən sayı. 120 ədədini sadə vuruqlara ayırmaq lazımdır əvvəl. 8 vur 15 yazsam 8 2-nin kubudur. 15 də 3 vur 5. Üstündə də 1. İndi natural bölən sayının qaydası belədir ki, qüvvətlərin üzərinə 1 gəlirik. Yəni 3-dürsə olur 4, 1-dirsə olur 2, bu da 1-dirsə olur 2. Olur cavab 16 dənə natural böləni var. Y variantı. 7-ci suala gəlsək, ilk 30 natural ədəddən neçəsi mürəkkəbdir? Burada mürəkkəbləri də sayıb tapmaq olar və ya sadələri eyni zamanda biri də çıxardıb tapmaq olar. Gəlin mürəkkəbləri yazaq elə. İlk mürəkkəb ədəd 4-dür, sonra 6, 8, 9, 10, 12, 14, 15, 16, 18, 20, 21, 22, 24, 25, 26, 27 də mürəkkəbdir, 28 və 30. Saysaq əgər bu ədədləri 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 dənə mürəkkəb ədəd var. Başqa cür necə tapmaq olardı? Məsələn, sadə ədədləri yazardım burada. Hansı sadə ədədlər var? Deməli 2, 3, 5, yəni yuxarıda olmayan ədədlərdə 7, 11, 13, deməli 17, 19, 23, 29 və 1-i də çıxartmaq lazım idi. Çünki 1 də mürəkkəb ədəd deyil. 1-i də buradan yazıb çıxardacaqdım. Yenə də cavab 19 alınacaqdır. 30-dan yəni bunların sayını çıxırıq. Yenə də cavab 19 alınacaqdır. Növbəti 8-ci sualda A və B, A ədədi B ədədinin bölünənidir. A bölünənsə A daha böyükdür. Məsələn, necə deyə, bu 10-dur, bu 5-dir. A B-nin bölünənidir. Əkobda biz demişdik ki, bölünən olur cavab, yəni A. Əbobda, burada əbobda MN haqqında nə deyir? Qarşılı sadə ədədlərdir. Qarşılı sadə ədədlərin əbobu haqqında məlumatımız var ki, 1-dir. Məsələn, 3 və 5, məsəl üçün, əbobları 1 olduğu kimi bu formada. Deməli, doğru cavab A üstəgəl 1-dir. Bölən 10 olarsa alına bilən qalıqların cəmini tapın. Bir ədədi əgər 10-a bölürüksə biz 9-cu sualda, qalıq 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 ola bilər. Yəni bir ədədi əgər götürüb 10-a bölürüksə, qalıq artıq onun özü və ya 11 ola bilməz. 1-dən 9-a qədər ədədlərin cəmini bölünsün 2, vurulsun sayı ilə belə tapmaq olar silsilə ilə və ya elə 1-dən 9-a qədər ədədləri toplayarsınız. Neçə eləyir cavab? 10-u 2-yə böldük, 5-i 9-a vurduq, 45 D variantı. 3 ardıcıl cüt natural ədəd 10-cu sualda. Birinci ədəd, ikinci ədəd və üçüncü ədəd. Birinci ədədə x götürsəm, ardıcıl cüt ədədlər. Məsələn, 2, 4, 6, 2, 2 çoxaldığına görə x üstəgəl 2, burada da x üstəgəl 4. Ədədin 3 ardıcıl cüt natural ədədin cəmi 36 edərsə, bunların cəmi nə verir bizə? 3 dənə x üstəgəl 6 verir. Bunları toplasaq. Bərabərdir 36-ya. Buradan 3x bərabərdir 30-a, x də bərabərdir 10-a. Deməli, ədədlərimizin biri 10 imiş. Birinci ədəd, ikinci 12-dir, o birisi 14-dür. Bunlar bizim ədədlərimizdir. Deyir ki, ən böyüyü ilə ən kiçiyinin cəmini tapın. Ən kiçik üstəgəl ən böyük. Bərabər cavab 24. D variantı. 11-ci suala gəlsək, aralığında yerləşən və 2-yə qalıqsız bölünən natural ədədlərin cəmi. Deməli, 21 daxildir, 30 daxil deyil amma. 2-yə qalıqsız bölünən 22 cüt ədədlərdə, yəni 24, 26, 28. Və 30-un özünü götürmürük, çünki bu tərəfdə adi mötərizədir, intervaldır. İnterval olanda götürə bilmərik. Cəmini istəyir bizdən. Toplasaq bunları neçə eləyir? Bura eləyir 46,
Burada eləyir 54. 46 ilə də 54'ü toplasaq eləyir 100. Doğru cavab B variantı. 12-ci sual yəqin ki, bu düstur sizə tanış gəlir. Kvadratlar fərqi necə açılır? Bir dəfə A çıx B, bir dəfə də A üstəgəl B. Bərabərdir 13. İndi hansı natural ədədləri bir-birinə vuranda cavab 13 eləyir? Əlbəttə ki, elə 13 vurulsun 1. Başqa mümkün halı yoxdur. Bu mötərizələrdən də hansının cavabı 13, hansının cavabı 1 olacaq? Əlbəttə ki, çıxma olanın cavabı 1 ola bilər, toplama olanın cavabı 13 ola bilər. Sistemi həll eləsək, mən burada toplama üsulundan istifadə edirəm. 2A bərabərdir 14'ə, A da bərabərdir 7'yə. Məsələn, burada A-nın yerinə 7 qoysaz, 7'nin üstünə 6 gəlməliyik ki, cavabı 13 eləsin. B-miz də 6'dır. Deyir ki, A və B natural ədədlərin hasilini tapın. 6'nı 7'yə vursaq, cavab eləyir 42. 13-cü sualda A bərabərdir 2'nin kvadratı vur 4'ün kubu vur 3 vur 5. Tam bölənlərinin sayını istəyir. T bərabərdir 2n, bu bir düsturdur. Yəni, natural bölənlərin sayını tapıb 2'yə vurmaq lazımdır. Amma bu ədəd bizə sadə vuruqlarına ayırıb verilməyib. Çünki burada 4 ədədini görürük. Bu mürəkkəb ədəddir. Deməli, 2'nin kvadratı 4'ün yerinə düşünsəz ki, 4 özü nə deməkdir? 4 özü 2'nin kvadratı deməkdir. Alınır burada 2'nin üstü 6. Vurulsun 3, vurulsun 5'i də yazdım. Oldu 2'nin üstü 8. Vurulanda üstlər toplanır. Sonra vurulsun 3 üstü 1 və 5 üstü 1. Hesablayıram mən burada natural bölən sayını əvvəlcə. Natural bölən sayında qeyd elədik ki, qüvvətlərin üstünə 1 gəlib vururuq. 8'in yerinə 9 yazıram, üstünə 1 gəlir. 1'in yerinə 2, 1'in yerinə də 2. Bu eləyir 36 dənə natural böləni var. Amma bizdən tam bölən sayını soruşur. T bərabərdir 2n bərabərdir 2 vur 36. Cavabımız eləyəcək 72. B variantı. Burada nə edirik? M bərabərdir 9n əvəzləməsini burada yerinə qoyacağım. Yəni m'in yerinə 9n qoyuruq. 9n və n'in əkobu nə götürülür? 14-cü sual. Yazıram burada əkob 9n və n bərabərdir 18'ə. Biz demişdik ki, əkobda bir ədəd digərinə bölünürsə, məsələn, əkob tutalım 15. Bunun cavabı nə götürülür? 10 götürülür. Bir ədəd digərinə bölünürsə, əkob onların böyüyüdür. Burada da 9n n'ə bölündüyünə görə əkob onların böyüyüdür. Bərabərdir 18, n də bərabər olur 2'yə. N 2'dirsə, burada n bərabərdir 9 vurulsun 2 bərabərdir 18 olur. Deməli, m 18 alındı, n də 2 alındı. Doğru cavab eləyir Y variantı 20. 15-ci sualda həm 2'yə, həm 7'yə bölünən neçə 2 rəqəmli ədəd var? Həm 2'yə, həm 7'yə deyirsə, yəni 14'ə bölünən ədədləri istəyir. 14'ə bölünən 2 rəqəmli ədədlərin elə birincisi 14'dür. Sonra 14, 14 artırırıq və ya 14'ün misillərini tapırıq. 28, deməli 42, 56, 70, 84, bir dənə də 14 gəlsək olur 98. Artıq bir dənə də 14 gəlsək 3 rəqəmli alınır. Ona görə 2 rəqəmlərin sayını istəyir. 1, 2, 3, 4, 5, 6, 7 dənə deməli 14'ə bölünən 2 rəqəmli ədəd var. 16-cı sualda 77'nin üstündə n üstə gəl 5 verib bizə. Natural bölən sayı. Əvvəlcə bu 77'nin mütləq sadə vuruqlarını ayırmaq lazımdır. Çünki natural bölən sayında sadə vuruqlarını ayırmalıyıq. Olur 7'nin üstündə n üstə gəl 5 və 11'in üstündə n üstə gəl 5. Bunların üzərində 1 var və həmin birlər n üstə gəl 5'lərə vuruldu. İfadə belə alındı. Natural bölən sayında biz nə dedik? Qüvvətlərin üzərinə 1 gəlib vururuq bir-birinə. Yəni n üstə gəl 5 olur n üstə gəl 6. O digəri də n üstə gəl 6. Bərabərdir cavabını bizə 64 artıq verib. Bunu da belə yazıram. N üstə gəl 6'nın kvadratı bərabərdir 8'in kvadratına. Burada kvadratlar ixtisar gedir. 2 hal yaranır.
Bir dəfə n üstəgəl 6 bərabərdir müsbət 8-ə. N bərabər olur 2-yə. İkinci halda n üstəgəl 6 bərabərdir mənfi 8-ə. Yəni mənfi 8-in də kvadratı 64-dür. N bərabər mənfi 14-ə, amma bunu atırıq. Çünki burada n natural ədəddir. N ədədi ilə, yəni 2 ilə, n ədədi ilə ən kiçik sadə ədədin hasili. Elə ən kiçik sadə ədəd də 2 deməkdir. 2 ilə 2-nin hasilini soruşur bizdən. Cavabımız eləyir 4. 17-ci sualda 2 ardıcıl tam ədədin hasili bunlardan sonra gələn 2 ardıcıl tam ədədin hasilindən 34 vahid kiçikdir. Deməli, birinci ədəd x, ikinci ədəd ardıcıl dediyinə görə, ardıcıl sözü varsa əgər, deməli 1-1 artır bu ədədlər. X üstəgəl 1, ondan sonraki x üstəgəl 2, ondan sonraki də x üstəgəl 3. Bunların hasili, yəni birinci ilə ikincinin hasili, növbəti 2 dənənin hasilindən, bura fikir verin, qeyd olunub burada. 2 ardıcıl tam ədədin hasili, bunlardan sonra gələn 2 ardıcıl tam ədədin hasilindən, yəni bunların hasilindən, bunu necə qeyd eləyək? X üstəgəl 2 ilə x üstəgəl 3-ün hasilindən 34 vahid kiçikdir. Yəni burada böyük olan x üstəgəl 2 vurulsun x üstəgəl 3 hasilidir. Çıxıram digərini, yəni x vurulsun x üstəgəl 1 hasilini bərabərdir 34 verib bizə. Mötərizəni vurub açsaq x kvadrat üstəgəl 3x üstəgəl 2x üstəgəl 6 çıxılsın x kvadrat, çıxılsın x eləyir, bərabərdir 34. Buradan x kvadratları gedir. Qalır 4x bərabərdir 34-dən 6-nı çıxsaq eləyir 28, x də bərabərdir 7. Deməli, bizim ədədlərimiz 7, 8, 9 və 10 imiş. Ardıcıl ədədlər. Bu ədədlərin böyüyünü istəyir bizdən. Cavabımız eləyir 10. Növbəti sual. 18-ci sualdayıq. Bəli. ABC natural ədədlər üçün A bölünsün 2, B bölünsün 6 bərabərdir C. Deyir ki, ABC hasilinin ən kiçik qiymətini tapın. Burada ən kiçik olması üçün C-yə 1 versəm, A-ya da, yəni kəsirin cavabı əgər 1-dirsə, 2-ni 2-yə böləndə 1 eləyir. Burada da 6-nı 6-ya böləndə 1 eləyir. A-ya 2 götürdüm. B-yə 6, C-yə də 1. Bundan kiçik yəni mümkün deyil. ABC hasilinin də ən kiçik qiyməti olur 12. A-nın hansı ən kiçik natural qiymətində 45-ə bölünür? 45-ə bölünməni biz 5/9 kimi yazmalıyıq. Çünki 5-ə bölünmənin də ayrı qaydası var. 9-a bölünmənin də ayrı qaydası var. 19-cu sualda yazıram ədədi 4A, 9B ədədi. İndi 5-ə bölünməsi üçün birinci 5-ə bölünməni yoxlayıram. 5-ə bölünmədə qayda nədir? Sonu ya 0 ilə bitməlidir, ya da 5 ilə. Birinci halda sonuna 0 qoyuram. 4A, 9, 0. İkinci halda sonuna 5 qoyuram. 4A, 9, 5. Yəni ədəd ya yuxarıdakı formadadır, ya birinci formadadır, ya da ikinci formadadır. İndi 5-ə bölünməni yoxladıq, bunu yoxladıq. 9-a bölünmədə də rəqəmlərinin cəmi 9-a bölünməlidir. Bu bir ədəddir. Bu rəqəmlərinin cəmi eləyir 13 üstəgəl A. Burada da rəqəmlərin cəmi eləyir 18 üstəgəl A. A-ya elə qiymətlər verməliyik ki, 9-a bölmə əlaməti ödənsin. Yəni, rəqəmlərinin cəmi 9-a bölünsün. Məsələn, burada 5 qoysam olur 18, 9-a bölünür. 5-dən daha böyük bir ədəd yoxdur 9-a bölünmə ödəməsi üçün. Burada da A-ya ilə 0 versəm 9-a bölünür. Və A-ya 9 verə bilərəm. 18 ilə 9 gələndə 27 9-a bölünür. Deyir ki, A-nın hansı ən kiçik natural qiymətində? Yazdığım ən kiçik natural deyir özdə. Natural deyirsə, onda 5 yazacağıq biz. Ən kiçik natural olur 5. Fikir verin, burada natural sözü olmasaydı, əgər A-nın hansı ən kiçik qiymətində desəydi, 0 yazmış olacaqdıq. Amma natural sözü varsa 0-ın natural ədəd olmadığını bilirik biz. Buna görə cavab götürəcəyik 5.
Qalıqlı bölmədə qalıq 5, natamam qismət 12 olarsa, bölünənin ala biləcəyi ən kiçik qiymət. Biz bilirik ki, qalıq həmişə böləndən kiçik olmalıdır. Deyir, qalıqlı bölmədə qalıq 5, natamam qismət 12 olarsa. Məsələn, A ədədini bölürəm. Burada böləni qeyd eləyəcəm. Bərabərdir. Natamam qismət 12-dir. Qalığımız da 5-dir. Biz bilirik ki, qalıq böləndən həmişə kiçik olmalıdır. Fikir verin. Qalıq böləndən həmişə kiçik olmalıdır. Bölünənin ala biləcəyi ən kiçik qiymət deyirsə, mən buradakı ən kiçik qiyməti yazmalıyam ki, deməli, qalıqlı bölmənin düsturunu bir dənə qeyd eləyək. 43-ü məsələn 5-ə böləndə 8 dəfə düşür. Qalığımız eləyir 3, düzdür. İndi mən bu 43-ü tapanda 5-i 8-ə vururam. 40, üstəgəl 3 olur. Yəni, buradakı ədədi 12-yə vurub üstünə 5 gələcəm. Deməli, nə qədər kiçik ədəd yazsam, 12-ni vuracam həmin ədədə, üstünə 5 gələcəm, daha kiçik ədəd alınacaq. İndi buradakı ədəd də ən kiçik neçə ola bilir? 6. Çünki biz dedik ki, qalıq böləndən kiçik olmalıdır. Yəni, bölən qalıqdan böyük olmalıdır. Qalığı 5 veribsə mənə, burada ən azı 6 yazmalıyıq. Və salam. A ədədi bərabərdir. 6 vurulsun 12, üstəgəl 5. 70-in üstünə 5 gəlsək, eləyir 77. A və B ardıcıl tək natural ədədlər olarsa, məsələn 3 və 5 götürün. Əkob nə olur? 15. Yəni A vur B. Əbobları 1 eləyir. Bərabərdir 256-ya. Buradan da AB bərabərdir elə 255-ə. Bu qədər sadə. 48-dən kiçik 48 ilə qarşılıqlı sadə olan. Bunu düsturla da yazmaq olar. Sahib də tapmaq olar. Gəlin düsturla yazaq. 48 2 üstü 4 vurulsun 3 deməkdir. 48-dən kiçik 48 ilə qarşılıqlı sadə olan düsturla yazsaq əsasları götürürük. 1 çıx 2-də 1, 1 çıx 3-də 1 bərabərdir. 48 vurulsun 2-də 1 vurulsun 3-də 2. 6-ya böləndə 48, 8, 2 dəfə də 8, 16. Neçə natural ədəd var? 16. Növbəti sual. Uzunluğu 30, eni 24 olan bir düzbucaqlı çəkirik burada. Bura 30-dur, burada 24. Deməli, deyir ki, təpə nöqtələrində olmaq şərti ilə burada hasar çəkilməlidir. Bunun qonşu dirəklər arasındakı məsafə ən çox nə qədər ola bilər və bəli, burada dirəklər bastırılır. Təpə nöqtələrində də mütləq var. Bağın ətrafına hasar çəkilir və dirəklər bastırılır. Təpə nöqtələrində olmaq şərti ilə deməli, ən böyük məsafəni axtarırıq biz. Hansı ən böyük məsafədə dirəklərin sayı ən az sayda olacaq? Məsafə ən çox nə qədər ola bilər və bu zaman neçə dirək lazım olacaq? Belə qeyd eləyək indi. 30 və 24-ün ikisinin də bölündüyü ən böyük ədədi axtarırıq. Mən riyazi olaraq nədən danışıram? Əbobdan. Yəni, o elə bir ədəddir ki, 24 və 30 həmin ədədə bölünür və ən böyük məsafədə olmalıdır. 30 və 24-ün əbobu olur 6. İndi, burada nə edək? Əbob 6-dırsa, perimetr boyunca, perimetri hesablayaq onda biz. 2 vurulsun, 30 üstəyəl 24. Bərabərdir 54-ü 2-yə vursaq, eləyir 108. Perimetri 108-dir və 6 metrdən bir dirək bastırılır. Bölək bunu 6-ya görək neçə dirək var orada. Eləyir 18 dirək. Bu qədər sadə sualdır. Yəni, məsələ olmağına fikir verməyin. Çox asan sualdır. Deməli, yazdım A ədədi, üstəgəl B ədədi, üstəgəl C ədədi bərabər 99. A fərqlidir, B fərqlidirsə, yəni ki, eyni ədəd götürə bilmərəm. Təklik onluq. Neçə dənə A var burada? 11 dənə A var, 11 dənə B var, 11 dənə C var. Bərabərdir 99-a. A üstəgəl B üstəgəl C. 11-i çıxarsan bərabər 99. Buradan da A üstəgəl B üstəgəl C. 99-u 11-ə bölsək 9. Biz ABC ədədi düzəldirik. ABC ifadəsinin ala biləcəyi ən böyük qiymət ilə A-nın ala biləcəyi ən böyük qiymətin cəmini tapın.
ABC-nin ala biləcəyi ən böyük qiymət deyirsə, məsələn, burada A-ya maksimum düşünə bilərsiniz birdən 900. Xeyr, burada mümkün deyil. Çünki A və B natural ədədlər olmalıdır. Məsələn, 810 da düşünə bilmərik. Çünki yenə 0 qalır C-yə. Neçə götürə bilərik? Deməli, C-yə 1 verirəm ən azı, B-yə 2 verirəm. Çünki fərqlidirlər, eyni ədəd götürmək olmaz. Burada qalır 6. Toplayanda 9 eləsin də, yəni. Ədədin ən böyüyü olur 621. Üstəgəl A-ya maksimum ən böyük nə götürmüşəm? A-nın maksimum qiyməti 6-dır. 6-dan yuxarı, yəni onsuz da mümkün deyil. Toplasaq bunu eləyir 627. Bu tipdə suallar topluda var. Orada ABC ədədinin, deməli, ən böyük, ən kiçik qiymətini cəmini istəyirdi bizdən. Məsələn, ən böyüyü olurdu 6, 2, 1, ən kiçiyi olurdu 1, 2, 6. Söhbət ABC ədədinin ən böyük, ən kiçik qiymətinin cəmindən geçsəydi, bunu toplayardıq. Amma bizə deyir ki, ABC ifadəsinin ala biləcəyi ən böyük qiyməti ilə, yəni ABC-nin ən böyük qiyməti budur. A-nın ala biləcəyi ən böyük qiymət də 6-dır. Onun cəmini istəyir. 25-ci suala gəlsək, 4-ə böləndə qalıqda 1 eləyir 25-ci sualda. Deməli, bir A ədədi var. 4-ə böləndə qalıqda 1 eləyirsə, məsələn, yazıram 4x üstə gəl 1, qalığı üstünə gəlirəm. 5-ə böləndə qalıqda 2 eləyir. Məsələn, 5y üstə gəl 2 yazıram. Və 6-ya böləndə qalıqda 3 eləyir. Məsələn, 6z üstə gəl 3 yazıram. Burada fikir versəz, 4x üstə gəl 1, 5y üstə gəl 2, 6z üstə gəl 3. Hər dəfə 3 vahid fərq var aralarında. 4-dən 1 çıxsaq 3, 5-dən 2 çıxsaq 3, 6-dan 3 çıxsaq 3. Deməli, bərabərliyin hər tərəfinə 3 əlavə edirəm. A-nın da üstünə 3 gəlirəm. Burada bərabərdir 4x üstə gəl 4, 5y üstə gəl 5, 6z üstə gəl 3 gəlsək 6. Deməli, A üstə gəl 3 ədədi bərabərdir. 4 çıxsa x üstə gəl 1, 5 çıxsa y üstə gəl 1, 6 çıxsa z üstə gəl 1. 4-ə, 5-ə və 6-ya bölünən bir ədəddir. Həmin ədəd 4-ə, 5-ə və 6-ya bölünür. Yəni, A üstə gəl 3 ədədi bərabər 4-ə, 5-ə, 6-ya bölünən ən kiçik ədəd Əkob 4, 5, 6-dır. Əkob 4, 5, 6-nı biz hesablayırıq. Eləyir 60. Bərabər olur 60-a. Buradan 3-ü o tərəfə keçirsək, 60-dan 3-ü çıxırıq 57. Belə suallarda qısaca 4-ə böləndə 1 eləyir. Bunların arasındakı fərq 3 vahiddir. 5-ə böləndə 2 eləyir. Görürsünüz, fərq 3 vahiddir. 6-ya böləndə 3 eləyir. Burada da fərq 3 vahiddir. Elə 4, 5, 6-nın əkobunu tapıb birbaşa əkob. Həmin o 3 vahid fərqi oradan çıxa bilərik. Yenə də cavab 57, daha qısa formada. Burada geniş izah vermişəm. Bu qədər.